Salam, hər vaxtınız xeyir. Sizə bu videoda MHM Test Bankından trigonometrik bərabərsizliklər bölməsinin test 5-in izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, kök altında tangens x minus 1 vuraq, kosinüs x minus 2-də 1 böyükdür 0. Aydın məsələdir ki, bu ikinci dərəcədən bir ifadə olduğuna görə bu müsbətdir. Onda yerdə qalan bu da müsbət olmalıdır ki, 2 dənə müsbətin hasili müsbət eləsin. Onda biz kosinüs x böyükdür 2-də 1. Eyni zamanda tangens x də böyükdür 1 yaza bilərik. Çünki cüt dərəcədən kökün altı müsbət olmalıdır. Bu 2 dənə həllin kəsişməsinə baxsaq, vahid çevrə üzərindən həmin hissəni göstərim. Kosinüs x 2-də 1-i aldığı hissələr 2-də 1-i bilirik ki, alır pi böl 3-də və mənfi pi böl 3-də və y, daha doğrusu x bərabər 2-də 1 düz xəttini də çəkirəm. 2-də 1-dən böyük olan hissə, bax bu qırmızı olan hissədir. Və digər tərəfdən tangens x-in 1-ə bərabər olduğu yer 45 dərəcədir. Burada pi böl 4 yazıram. Aydın məsələdir ki, heç birini almır. Pi böl 4-dən böyük. Həmin hissəni də qara ilə göstərsək, baxın bu hissədən söhbət gedir. Onda bizə lazım olan yer elə bunların kəsişməsi, yəni bu hissə pi böl 4-dən pi böl 3-ə qədər olan hissədir. Cavab olar E variantı. Sonra baxaq ikinci suala. İkinci sualda verilib ki, 2 sinus kvadratı x üstə gələk 7 sinus x minus 4 bölünsün. Kosinusun kvadratı x üstə gələk kosinus x çıx 6. Kiçik bərabərdir 0. Sürət və məxrəci vurğularına ayırsaq əgər, deməli bura yazaq 2 sinus x çıx 1, eyni ilə də sinus x plus 4 şəklində vurğularını ayıra bilərik. Məxrəcdə də kosinus x üstə gələk 3, kosinus x çıx 2 şəklində vurğularını ayıra bilərik. Kiçik bərabər 0. Sinus x mənfi 1, müsbət 1 parçasında qiymətlər aldığına görə üzərinə 4 gəlsək, onda bu ikinci mötərizə müsbət olar. Eyni ilə aşağıda mənfi 1, müsbət 1 parçasında kosinus qiymətlər aldığına görə bu ikinci mötərizədə mənfi 2 çıxsaq alarıq mənfi 3 və mənfi 1. Deməli burada mənfi imiş. Sonra burada mənfi 1, müsbət 1 yerinə yazsaq, üzərinə 3 gəlsək, alarıq 2 ilə 4 parçası. Deməli, bura müsbət imiş. Onda yerdə qalan bu hissədə deməli, müsbət olmalıdır ki, burada vurğulardan olsa biri mənfidir, hasil və yaxud da nisbət mənfi eləyər. İfadəmiz mənfi olar. Deməli, onda sürətdə yazdığımız 2 sinus x çıx 1 olmalıdır, kiçik bərabərdir 0. Bunu həll eləsək, sinus x kiçik bərabərdir 1 bölünsün 2. Vahid çevrə üzərində göstərsək həmin həlli, deməli sinus x 2-də 1-i alır 30 dərəcədə, 1 də alır 150 dərəcədə. Burada yazaq 6-da 5 pi. Deməli bunu da silim, pi bölünsün 6 kimi göstərək. Bizə lazım olan hissə 2-də 1-dən, yəni y bərabərdir 2-də 1 düz xəttindən aşağı hissədir. Söhbət buradan gedir. Çünki 2-də 1-dən kiçik, daha doğrusu sinus x bu müsbət olmalıdır. Bunu burada düzəldim. Bura böyük bərabər 0, böyük bərabər 2-də 1 olmalıdır. Çünki müsbət olmalıdır. Yuxarıda müsbət kimi qeyd eləmişik. Onda biz bu qırmızı hissəni dəyişsək, bizə lazım olan müsbət hissəsi, yəni buradır. Bura isə pi bölünsün 6 üstə gələk 2 pi n-dən böyük olmalıdır x və ona bərabər də ola bilər. Çünki 0-a da bərabər ola bilər. Bundan da kiçik olmalıdır. 6-da 5 pi üstə gəl 2 pi n. Cavabımız olar D variantı. Baxaq 3-cü suala. 3-cü sualda verilib, deməli 4 arc kosinus x-in kvadratı. Gəlin əvvəlcədən arc kosinus x-ə bir dənə t deyək. İfadəmiz olsun 4t kvadratı çıxaq 13 pi t.
üstə gələk 3 pi kvadratı kiçik bərabər 0. Bunun diskriminantını tapsaq 169 pi kvadratı minus 4ac, yəni 12,48 pi kvadratı bərabərdir 121 pi kvadrat eləyər. Buradan T1 bərabərdir 13 pi üstə gələk 11 pi bölünsün 8. Alarıq buradan 24'ü 8'e böləndə 3 pi qalır. Sonra T2 bərabərdir 13 pi çıx 11 pi bölünsün 8. Buradan da pi bölünsün 4 alarıq. Bunu ədəd oxu üzərində göstərsək, pi bölünsün 4 buradır. Pi bölünsün 4. Bir də 3 pi də bu hissədədir. İşarələri düzsək, bura mənfi, bura müsbət, bura müsbət olar. Və bizə lazım olan pi bölü 4'dən 3 pi'yə qədər olan hissədir. Yəni arc kosinus x 3 pi'dən kiçik bərabər olmalıdır və pi bölünsün 4'dən də böyük bərabər olmalıdır. Aydın məsələdir ki, arc kosinus x 3 pi'dən həmişə kiçikdir. Onda yerdə qalır arc kosinus x pi bölünsün 4'dən böyük olmalıdır. Və bilirik ki, arc kosinus x pi bölünsün 4'dən böyük olsa da həmişə pi'dən kiçik olur. Çünki arc kosinus x 0 və pi parçasında qiymətlər alır. Gəlin bunun ikinci tərəfini saxlayayım. Bunu hər tərəfini kosinus tasaq, kosinus aydın məsələdir ki, azalan funksiya olduğuna görə işarə əksinə dəyişir. Kosinus pi bölünsün 4'də alır, kök altda 2 bölünsün 2 və kosinus arc kosinus x məlumdur ki, elə x-in özünə bərabərdir. Digər tərəfdən biz dedik ki, arc kosinus x kiçik bərabər olmalıdır pi-dən. Hər tərəfi kosinus tasaq, alarıq x böyük bərabərdir. Kosinus pi-də alır -1. Deməli bizim ifadəmiz x kök altda 2 böl 2'dən kiçik olmalıdır və -1'dən böyük olmalıdır və yaxud da bərabər də ola bilər. Burada da cavab oldu B variantı. Keçid eləyək növbəti 4-cü suala. 4-cü sualda nə verilib? Deməli verilib kosinus x minus pi bölünsün 5 böyük bərabərdir 2'də 1'dən. Bərabərsizliyinin vahid radiusu çevrədə həllinə uyğun olan çevrə qövsün uzunluğunu tapın. Deməli bunun həllərini göstərsək əgər biz vahid çevrə bu şəkildədir. Kosinus 2'də 1'i alır 60 dərəcədə. Bura yaza bilərik pi bölünsün 3 və eyni ilə mənfi pi bölü 3'ü də qeyd eləməliyik. Və biz x bərabər 2'də 1 düz xəttində çəksək olar bu şəkildə. Bizə lazım olan həll 2'də 1'dən böyük olan hissədir. Yəni bu sağ tərəfdə işarələdiyim hissə. Onda bizim həllər çoxluğumuz bu x minus pi bölünsün 5 böyük bərabər olmalıdır. Deməli böyük bərabər olmalıdır. Mənfi pi bölünsün 3, mənfi pi bölünsün 3 üstə gəlsin 2 pi n və kiçik bərabər olmalıdır. Pi bölünsün 3 üstə gəlsin 2 pi n. Hər tərəfə pi bölünsün 5 əlavə etsək, pi bölünsün 5 neçədir? Deməli 36 dərəcədir. Buraya yazıram 36 dərəcə. Bu da -60'dır. -60'ın üstə 36 gəlsək, -24 dərəcə kiçik bərabərdir. Üstə gəl 2 pi n yazım. Üstə gəl 2 pi n. Kiçik bərabərdir x. Kiçik bərabərdir. 60'ın üzərinə 36 gəlsək, eləyər 96. Üstə gəl 2 pi n. İndi bizə verir ki, bunun həllinə uyğun çevrə qövsünün uzunluğunu tapın. Bunun həllini göstərsək, ayrı bir dənə çevrə çəkirəm. Vahid radiuslu çevrədən söhbət gedir. Bunu da uzadım. Deməli olsun bu şəkildə. Bizə lazım olan -24 dərəcədir. -24 təqribən buradır və müsbət 96 o hissədə budur. Burada yazıram müsbət 96 dərəcə. Və bundan böyük, -24'dən böyük 96'dan kiçik olan hissədə buradır. Yəni bu dərəcə 96'dan 24 çıxsaq mərkəzi bucağımız olar 120 dərəcə. Deməli bizdən istədiyi radiusu 1 olan 120 dərəcəli qövsün uzunluğudur. Onda yazarıq L bərabərdir
pi vurulsun r'imiz 1'dir. Məlum düsturu yəqin ki, hər kəs bilir. Pi r bölünsün 180 vuraq alfa. Pi vurulsun 1, çünki radius 1'dir. Bölünsün 180 vuraq. Bucaqda 120'dir. Hər tərəf 60'a ixtisar yaparsaq alarıq 3'dən 2 pi. Deməli, 4-cü sualda da cavab olar C variantı. Keçid eləyək növbəti 5-ci suala. 5-ci sualda nə verilib? Deməli, 5-də kök altında sinus 2x, qələmin rəngini dəyişim, göyləyim. Deməli, kök altında sinus 2x vuraq kök altında mənfi kosinus x böyük bərabərdir 0-dan. Deməli, bizə bunu uyğun həllər istəyir. Aydın məsələdir ki, bunun hər ikisi ikinci dərəcədən kök olduğuna görə bunun hər ikisi müsbətdir. Bunlar nə zaman müsbət olmalıdır? Kökün altı da, yəni daha doğrusu təyin oblastlarında doğrular da bu. Deməli, cüt dərəcədən kökün altı hər ikisi müsbət olmalıdır. Sinus 2x böyükdür. 0-a bərabər də ola bilər, çünki burada bərabərlik də var. Və eyni zamanda mənfi kosinus 2x böyük bərabər 0 olmalıdır. Buradan alırıq ki, sinus 2x böyük bərabər 0. Hər tərəf mənfiyə vursaq, ikincidə kosinus 2x kiçik bərabər 0 almış olarıq. Buna uyğun həllər, deməli, vahid çevrə üzərindən göstərsək, sinus x-in 0-a bərabər və ya 0-dan böyük olduğu hissələr, baxın, söhbət bu hissədən gedir, bu qırmızı ilə göstərdiyim qövsdən. Kosinus x-in 0-a bərabər və 0-dan kiçik olduğu hissələr, həmin qövsü də qara ilə göstərsək, söhbət bundan gedir. Deməli, bunun hər ikisinin kəsişdiyi hissələr pi bölünsün 2-dən pi-yə qədər olan hissələrdir. Biz də həmin aralığı pi bölünsün 2 üstəgəl 2 pi-k və pi üstəgəl 2 pi-k şəklində yaza bilərik. Pi üstəgəl 2 pi-k. Bu şəkildə göstərə bilərik həmin hissəni. Deməli, cavab olar 5-ci sualda A variantı. Baxaq 6-cı suala. 6-cı sualda mənfi pi bölünsün 6, mənfi pi bölünsün 6 kiçik bərabərdir arq sinus 1 bölünsün 2x kiçik bərabərdir pi bölünsün 6. Bunun hər tərəfinə sinus əlavə etsək, olar sinus mənfi pi bölünsün 6 kiçik bərabərdir sinus arq sinus 1 bölünsün 2x kiçik bərabərdir sinus pi bölünsün 6. Sinus mənfi pi bölü 6 da alır mənfi 2-də 1. Kiçik bərabər sinus arq sinus x 1 bölü 2'sin elə özünü verir. Kiçik bərabərdir sinus 30 dərəcədə alır müsbət 2-də 1. Bu bərabərsizliyi 2 hissəyə ayırsaq, yəni burada 1 bölü 2 mənfi 2-də 1-dən böyük 2-də 1-dən kiçikdir. Yaza bilərik 1 bölünsün 2 kiçik bərabər 2-də 1-dən. Onda aydın məsələdir ki, x böyük bərabərdir 2-dən. Bu həlli qeyd eləsək 2 müsbət sonsuzluq alarıq. Digər tərəfdən mənfi 2-də 1-dən böyük bərabərdir 1 bölü 2. Hər tərəfi tərsinə çevirsək, alarıq mənfi 2 böyük bərabərdir x. Yəni, buradan da alarıq mənfi sonsuzluqdan mənfi 2-yə kimi. Bu 2 dənə çoxluğun birləşməsi, cavabımız olar burada B variantı. Baxaq 7-ci suala. Görək ki, 7-ci sualda nə deyir? Deməli, 7-ci sualda sinus 2x. Sinus 2x biz açsaq, olar sinus x-i çıxarıram kənara, qalır 2 dənə kosinus x minus 1. Böyük bərabərdir 0-dan. O zaman burada 2 hal fikirləşə bilərik biz. Birinci hal, sinus x əgər böyük bərabərdirsə 0-dan, onda 2 dənə kosinus x minus 1, bu da böyük bərabər 0 olmalıdır. Və ya başqa cür sinus x kiçik bərabərdirsə 0-dan, onda 2 dənə kosinus x minus 1 kiçik bərabərdir 0 olmalıdır ki, yəni hər ikisi ya mənfi ya müsbət olmalıdır ki, şərtimiz ödənsin. Birinci həllə baxsaq əgər, bunun bax bu hissəsi aydın məsələdir ki, kosinus x böyük bərabər 2-də 1 deməkdir. Vahid çevrə üzərində göstərsəm həmin
hissələri. Birincidə deyir ki, sinüs 2 sıfırdan böyük bərabər. Həmin hissələr bu qırmızı ilə işarə elədiyim qövsdür. Sonra kosinüs 2-in də 2-də 1-dən böyük bərabər olduğu hissələr. Kosinüs 2 onu da qara ilə göstərək. Kosinüs 2 2-də 1-i alır 60 dərəcədə. Yazıram pi böl 3 və mənfi 60 dərəcə. Mənfi pi bölünsün 3. X bərabər 2-də 1 düz xəttində çəksəm belə olar. Bizə bundan böyük hissə, həmin hissədə baxın, söhbət bu qövsdən gedir. Onda bunların kəsişməsinə baxsaq, baxın 0-dan pi bölünsün 3-ə kimidir. Yazıram 0-dan pi bölünsün 3-ə kimi. Və bunun hər ikisini də alır. Çünki sinüs 0-da 0 alır. Pi bölünsün 3-də 2-də 1 alır. Hər ikisinin bərabərliyi var idi. Keçək ikinci tərəfə. Deməli, ikinci tərəfdə sinüs 2 kiçik bərabərdir 0 verilib. Yenə vahid çevrə çəkib göstərsək həmin həlli. Deməli, bu olsun bizim vahid çevrə. Sinüs 2 kiçik bərabərdirsə 0-dan. Deməli, həmin həll bura uyğun olan həldir. İkincidə isə bura isə aydın məsələdir ki, kosinüs 2 kiçik bərabər 2-də 1 deməkdir. Bunu isə qara ilə göstərsək, sinüs 2 2-də 1 aldığı yer pi bölünsün 3-dür, yəni 60 dərəcədir. Eyni ilə mənfi pi bölünsün 3-dür. X bərabərdir 2-də 1 düz xəttini çəkdik. Bizə bundan kiçik olan hissə, həmin hissəni də qara ilə göstərsəm, baxın, söhbət bundan gedir. Yəni, bizə daha doğrusu bunu axıra kimi çəkim, sonra kəsişməsinə baxaq. Bax, bizə lazım olan ikincinin həlli budur. O zaman onda bunların kəsişməsinə baxsaq, kəsişməsi bu 0-dan, daha doğrusu pi-dən hara kimi olmalıdır? Kəsişməsi olmalıdır, deməli, bura kimi. Daha doğrusu ora kimi deyil, çünki şərtdə bizə verilib mənfi pi bölü 2, müsbət pi bölü 2, yəni birinci dördüncü. Baxın, şərtdə verilən hissə buradan bura kimi olmalıdır. Yəni, bax, bura əhatə eləməlidir. Bizə orada kəsişməsi isə, baxın, bu işarə etdiyim buradan bu mənfi pi bölü 2 kimi olan hissədir. Onda biz bunu yaza bilərik ki, elə mənfi pi bölünsün 2-dən mənfi pi bölünsün 3-ə kimi olan hissə. Yəni, şərti nəzərə almaq mütləqdir. Deməli, onda bir həldə bu olar. Biz burada arada V-yə yazmışdıq. V-yə nə idi? Deməli, birləşdirməliyik. Əvvəl aldığımız 0 pi bölü 3-dən mənfi pi bölü 2, mənfi pi bölü 3 birləşdirsək, C variantındakı cavabı almış olarıq. Baxaq 8-ci sual. 8-ci sualda demək olar ki, bununla eynidir. Buradan 8-ci sualı qeyd edeyim. 8-ci sualda kosinüsü çıxarıram kənara. Qalır 2 dənə sinüs 2 minus plus 1, daha doğrusu kiçikdir, bərabərdir 0-dan. Yenə iki situasiyada fikirləşirəm. Birincisi deyirəm, əgər kosinüs 2 kiçik bərabərsə 0-dan, onda 2 sinüs 2 böyük bərabərdir, mənfi 1 olmalıdır. Gəlin elə bunu birbaşa yazım. Yazaq sinüs 2 böyük bərabər mənfi 2-də 1. Və yaxud da və ya ikinci hal belə ola bilər. Kosinüs 2 böyük bərabərdir 0. Sinüs 2 kiçik bərabərdir mənfi 2-də 1. Bunun hər ikisinin həllərini mənfi pi müsbət pi parçasında baxmalıyıq. Birincinin həllini vahid çevrə üzərindən göstərsək, kosinüs 2 0-dan kiçik bərabər olduğu hissələr aydın məsələdir ki, pi bölünsün 2, mənfi pi bölünsün 2 və yaxud da 2-də 3 pi buralardır. Burada bərabərlik şərtdə verməyib, onu diqqətimizdən yayındırmışıq. Bir dənə onu düzəldək. Deməli, bunlar bərabər olmamalıdır. Bu bərabərlikləri silim, çünki sıfıra bərabərlik yoxdur. Aha, deməli, onda bunlar almayacaq. Bunların kosinüs 2 sıfıra almır. Və digər tərəfdə mənfi 2-də 1-dən böyük. Mənfi 2-də 1 isə qara ilə göstərsək, mənfi 2-də 1-i sinüs alır burada. Yəni, mənfi pi bölünsün 6-da. Digər tərəfdən 180 üzərinə 30 gəlsək,
Alarıq 210. Burada 210 dərəcədir. Yəni mənfi 6-da 5 pi olmuş olar. O zaman onda mən deməli, əgər göstərsəm mənfi 2-də 1 düz xəttini, mənfi 2-də 1 düz xətti olar. Deməli, bu qırmızı ilə çəkdiyim. Və bizə lazımdır sinus x mənfi 2-də 1-dən böyük olduğu hissələr. Həmin hissələri mən qara ilə göstərsəm, ondan kiçik olduğu mənfi 2-də 1-dən, daha doğrusu böyük olduğu hissələr, mənfi 2-də 1 düz xəttindən böyük olan hissələr isə bu qara ilə göstərdiyim hissələrdir. Baxın bura. Və bizə bunun kəskinməsi lazımdır. Kəskinməsi onda olar. Bura pi bölünsün 2, bura pi bölünsün 2-dir və mənfi 6-da 5 piyə qədər. Aydın məsələdir. Mən bunu pi bölünsün 2-dən mənfi 6-da 5 pi yazsam doğru olmaz. Çünki pi bölünsün 2-dən biz yazanda adətən burada sol tərəfdə burada kiçik yazılır, burada böyük yazılır. O zaman mən 6-da 5 pinin üzərinə, mənfi 6-da 5 pinin üzərinə dövrünü bir dənə 2 pini gəldirəm. Eləyir 6-da 7 pi. Artıq mən bu həlli belə yaza bilərəm. Onda pi bölünsün 2-dən 6-da 7 piyə kimi. Bu oldu bizim birinci həllimiz. Yəni bunu burada qırmızı ilə göstərək qalsın. Sonra keçək bu ikinciyə. İkincidə isə kosinus x-in sıfırdan kiçik olduğu hissələr lazımdır. Daha doğrusu sıfırdan böyük olduğu hissələr. Oranı göstərsək, deməli bizə bura lazımdır. Və bərabər olmadığına görə sıfıra bunların içi boşdur. Və mənfi 2-də 1-dən yenə mənfi 2-də 1 düz xəttini çəkirik. Olur bu şəkildə. İndi biraz səliqəsiz oldu. Burasını biraz düzəldim. Aha. Deməli bu da mənfi 2-də 1 düz xəttidir. Bura oldu mənfi pi bölünsün 3. Daha doğrusu pi bölünsün 6 çünki mənfi 30-dadır və burada mənfi 6-da 5 pidir. Bizə lazım olan hissə mənfi 2-də 1-dən kiçik olan hissə, yəni bu aşağı hissədir. Və bunların da kəskinməsi qırmızı ilə bu ikinci, bunu qara qələmlə göstərim. Deməli, baxın, bunun ikisinin kəskinməsi aydın məsələdir ki, mənfi pi bölünsün 2-dən mənfi pi bölünsün 6-ya kimi olmuş olar. Bunun hər ikisinin də içi boşdur. Deməli, onda bir həllimiz də bu şəkildədir. Burada arada V-ya demişdik. Deməli, bunun hər ikisini birləşdirmək lazımdır. Baxaq variantlara görək. Bu harda var? Deməli, mənfi pi böl 2, mənfi pi böl 6. Pi böl 2-dən 6-da 7-də pi. Cavab olar deməli 8-ci sualda D variantı. Keçid eləyək növbəti 9-cu suala. 9-cu sualda kök altında tangens x vuraq kotangens x minus 1 bölünsün kök 3. Kiçik bərabərdir 0. Bərabərsizliyini həll edin. Aydın məsələdir ki, tangens x burada müsbət olmalıdır. Tangens x böyük bərabər 0 olmalıdır. Bu şərt daxilində bu özü də müsbətdir. Onda yerdə qalır. Bu ikinci mənfi olsun ki, ifadəmiz doğru olsun. Onda yaza bilərik kotangens x kiçik bərabərdir 1 böl kök 3. Bunu biz vahid çevrə üzərindən göstərsək, tangens x-in sıfırdan böyük, yəni müsbət olduğu hissələr, bilirik ki, tangens pi böl 2-də təyin olunmuyor. Baxın, bu hissədir və sıfıra bərabər olduğu hissə də buradır. Eyni zamanda mənfi pi böl 2-də təyin olunmuyor və bir də bu hissə olmuş olar. Və digər tərəfdən biz qara qələmlə kotangens x-in 1 böl kök 3-dən kiçik bərabər olduğu hissələri göstərsək, kotangens x 1 böl kök 3-ü alır. Deməli, 60 dərəcədə. Mən 60 dərəcəni burada qara qələmlə göstərim. Baxın, bu hissədir. Pi bölünsün 6. Və eyni zamanda alır, deməli, pi üstə gəl pi bölü 6. Yəni, daha doğrusu 60 dərəcə pi bölü 3-dür. Bura pi bölü 3 yazım.
Pi üstəgəl pi bölü 3 burada eləyir 3-də 4 pi. Eyni ilə burada da 3-də 4 pi. Və pi bölünsün 3-də kotangens azalandır deyə, yəni onda pi bölü 3-dən biz böyük hissəni götürəcəyik. Yəni bax bu hissə. Məlum məsələdə onda 3-də 4 pi-dən də böyük hissə budur. Biz pi bölü 3-ü qeyd edə bilərik. Pi bölü 3-ə uyğun üzərinə bir dənə pi gəlsə 3-də 4 pi gələr. Yəni deməli bunun dövrü pi n-dir. Eyni ilə burada müsbət pi bölü 2 var. Bunun üzərinə bir dənə pi gəlsə 2-də 3 pi gəlib çıxmış olar. Pi bölü 3-ü alır çünki bərabərlik var idi. Amma pi bölü 2-lərdə təyin olunmadığına görə bu qırmızı hissə ilə onun kəsişməsi idi. Baxın qırmızı buradan daha dəqiq görsənir. Baxın qırmızı bunun altında qaldı. Burada bir də bu qara olan hissə. Bizə ora lazım idi. Onda pi bölü 3 üstəgəl pi-dən lazımdır. Pi bölünsün 2 üstəgəl pi-in bunun özünü almır. Burada isə cavab olar, deməli B variantı. Baxaq 10-cu suala. 10-cu sualda nə verilib? Deməli 10-cu sualda sinus 2x vur tangens x. Bunu yazsaq belə 2 sinus x vur kosinus x vur sinus x böl kosinus x kiçik bərabərdir 3 bölünsün 2. Aydın məsələdir ki, kosinus x fərqli olur 0-dan. Bunları silsək, alarıq 2 sinus kvadratı x kiçik bərabərdir 3 böl 2. Bunun hər tərəfindən 1 çıxsaq, olar 2 sinus kvadratı x minus 1 kiçik bərabərdir 2-də 1. Hər tərəfi yox, daha doğrusu bunun sol tərəfi ki var. Bax bu hissə mənfi kosinus 2x deməkdir. Kiçik bərabərdir 2-də 1. Buradan alarıq kosinus 2x böyük bərabərdir mənfi 2-də 1. 0-180 parçası, yəni birinci, ikinci rüvlər lazımdır. Ədəd oxu çəkib göstərsək həmin hissələri. Kosinus x mənfi 2-də 1-i aldığı yer. Kosinus 2, baxın bu hissədir. Yəni 180-dən 60 çıxanda qalır 120, 3-də 2 pi. 3-də 2 pi. Və eyni zamanda 180 üzərinə 60 gəlsək, pinin üzərinə gəlməliyik. Pi bölünsün 3 eləyir 240. Yəni 3-də 4 pi. 3-də 4 pi şəklində bunu qeyd edə bilərik. Deməli, x bərabər mənfi 2-də 1 düz xəttdə də budur. Və bizə lazımdır mənfi 2-də 1-dən böyük hissələr, yəni bu sağ tərəf. Baxın, söhbət buradan gedir. Biz buranı nətər yaza bilərik? 3-də 4 pi-dən 3-də 2 pi-yə kimi. Bilirik də, bucaq saat əqrəbinin əksinə hesablanır. Ona görə birinci 3-də 4 pi gəldi, sonra 3-də 2 pi. Biz də bu yazılışda, baxın bu yazılışda həmişə burada bayaq dediyimiz kimi burada kiçik gəlir, burada isə böyük. Onda gəlin 3-də 4 pi-dən bir dənə 2 pi çıxaq. 3-də 4 pi çıx 2 pi. Bu da eləyər mənfi 3-də 2 pi. Onda bu yazılış mənfi 3-də 2 pi-dən 3-də 2 pi-nin elə özünə kimiymiş. Və şərtdə görün nə vermişdi? 0-dan 180-ə kimi. Yəni bizə lazım olan hissə ki var. Bax bu 0-dan 180 bura kimi olanlar idi. Onda 0-dan 180-ə kimidirsə, yəni birinci, ikinci, bax buradırsa, onda bizə lazım olan həll 3-də, daha doğrusu 0-dan elə 3-də 2 pi-yə kimidir. Yəni mənfi hissəsi lazım deyil. Onu da biz 0-dan yaza bilərik 3-də 2 pi 120 dərəcədə. 120 dərəcə. Amma bir əmma var, çünki unutmuşuq. Şərtdə baxın, kosinus 2 0 almır yazmışıq. Kosinus x-in də 0 olduğu yer 90. Onda mən bu parçanı 2 hissəyə ayıracağım. Olar deməli bu belə 0-dan 90-a kimi. 0-dan 90-a kimi. Aha, bir şey də yaddan çıxıb. Baxın bu 2x-ə uyğun arqumenti idi. Ona görə gəlin həlləri daha dəqiqləşdirək. Buranın hər tərəfini bölək 2-yə olsun mənfi pi böl 3-dən müsbət pi böl 3-ə kimi. Həllərimiz bu şəkildədir. Onda bu bizə lazım olan hissə ki var. O deməli yerləşir. Həllərimiz deməli bunu burada dövründə yazsaq, baxın
Burada olardı -3/2 pi üstəgəl 2 pi-dən 3/2 pi üstəgəl 2 pi-nə kimi. Bunun hər tərəfini 2-yə bölsək, alarıq. Deməli, bunun dövrləri düşər 2 dəfə aşağı. -pi/3 üstəgəl pi-n, pi/3 üstəgəl pi-n. Bunu ədəd-ox üzərində təzədən göstəreyim həmin hissəni. Vahid çevrə çəksək, -pi/3, -pi/3 hardasa buralarda -pi/3-dən bir də müsbət pi/3. Müsbət. Gəlin bunu dərəcələrlə yazaq. Onsuzda variantlar da dərəcə iləndir. Bunları deməli 60, bura olur -60. Bura olur müsbət 60. Və bizə lazım olan hissə budur. Və bir də bu pi-n olduğuna görə, yəni üzərinə 180 gələndə alacağımız göz, baxın buradır. 180-dən 60 çıxsaq 120 dərəcə. Eynilə bura biz bura 120 dərəcə yaza bilərik. Bir də bunu birləşdirsək, bizə lazım olan hissə buradır. Və bizdə bunu baxın 0-dan 180-ə qədər olan həllini istəyirdi. Onda biz bunu yaza bilərik. Yəni bax bizə bura lazım idi. Çünki şərtdə verib 0-180 aralığı. Onda 0-dan 60-a yaza bilərik. 0-dan 60-a və eyni zamanda 120-dən 180-ə kimi bunların kəsişməsidir. Cavab olar 10-cu sualda D variantı. Sonra baxaq 11-ci suala. 11-ci sualda 2 arc sinus x minus 4 çıx arc kosinus x minus 4 kiçik bərabərdir 3 pi bölünsün 2. Biz digər tərəfdən bunu belə yaza bilərik. Arc sinus x minus 4 üstə gələk arc sinus, daha doğrusu belə alınmayacaq. Gəlin bunu hissələrə ayırmayaq. Digər tərəfdən sizin yadınızdadırsa arc sinus x minus 4 üstə gələk arc kosinus x minus 4 bərabərdir pi bölünsün 2-yə. Buradan arc kosinusu əvəz edək, gətirək yuxarıda yerinə yazaq. Onda alarıq 2 dənə arc sinus x minus 4 çıxaq. Aşağıda arc kosinus x minus 4 bərabərdir pi bölünsün 2. Onda olar mənfi pi bölünsün 2. Çıxaq. Burada isə arc üstə gəliş olacaq. Arc sinus x minus 4. Kiçik bərabərdir 3 pi bölünsün 2. Aldıq 3 dənə arc sinus x minus 4. Kiçik bərabərdir. Sağa keçsə 1,5, 0,5, 2 dənə pi. Hər tərəfi 3-ə bölsək, alarıq arc sinus x minus 4 kiçik bərabərdir 3/2 pi-dən. Aydın məsələdir ki, arc sinus funksiyası mənfi pi bölünsün 2-dən müsbət pi bölünsün 2 aralığında qiymətlər alır və onların uc nöqtələrində də alır. Yəni orada qiymətlər çoxluğuna aiddir. Yəni mənfi pi bölünsün 2, müsbət pi bölünsün 2 o deməkdir ki, mənfi 90-dan müsbət 90-a kimi. Bu isə 120-dir. Biz almışıq arc sinus 120-dən kiçikdir və x-ə nə versən ver, burada həmişə doğrudur. Yəni x-ə nə versən ver o demək deyil ki, burada x hər şeyi verə bilərik. Burada x minus 4 ki var, arc sinusun təyin oblasına daxil olmalıdır. Yəni 5-dən, daha doğrusu 5-dən kiçik olacaq. Belə deyim də 1-dən kiçik, mənfi 1-dən böyük olmalıdır. 4 əlavə etsək 3-dən böyük, 5-dən kiçik olmalıdır. O da cavablardan A variantında verilir. Baxaq 12-ci suala. 12-ci sualda da yenə əvəz eləyərik. Gəlin belə eləyək. Bu arc kotangensin biri ilə bu arc tangensin birini toplayıb yerinə pi bölü 2 yazaq. Onda qalar 2 dənə arc tangens x minus 2 üstə gələk pi bölünsün 2 kiçikdir mənfi 2 pi-dən. 2 dənə arc tangens x minus 2 kiçikdir mənfi 2,5 pi-dən. Hər tərəf 2-yə bölsək arc tangens x minus 2 kiçikdir mənfi 2,5 2-də 5 deməkdir. Alarıq mənfi 4-də 5 pi. Arc tangens x mənfi 4-də 5 pi-dən kiçik
alırıq. Mənfi 4-də 5 pi nədir? Bunu 180'ə vursaq, mənfi 4'də 5 vur 180. Alarıq mənfi 225. Aydın məsələdir ki, arctangens funksiyası isə mənfi pi bölgü, yəni mənfi 90, müsbət 90 aralığında təyin olunub. Daha doğrusu qiymətlər çoxluğu ora düşür. Onda mənfi 225'dən heç vaxtı kiçik ola bilməz. Yəni onda bunun cavabı olar E variantı. Yəni x-dən nə versək, mənfi 225'dən kiçik qiymətlər ala bilməz. Sonra baxaq 13-cü suala. 13-cü sualda nədir? Deməli 13. Sinus 2x, sinus 2x minus 2'də 1 bölünsün. Pi minus arc kotangens x böyük bərabərdir 0'dan. Bizə verib bu bərabərsizliyi həll edin. Arc kotangens x'in qiymətlər çoxluğu aydındır ki 0 pi'dir. 0 pi pində almır. 0 yazsaq pi alarıq. Əgər pin alsaydı 0 alar. Deməli onda bu bizdə məxrəc həmişə müsbətdir. Bu qənaətə gələ bilərik. Misal üçün pi bölü 2 qoysan, məxrəcdə pi bölü 2 alarıq və s. qiymətlər yazıb yoxlaya bilərsən. Onda yerdə qalır. Sürətdəki bu sinus 2x minus 2'də 1 ki var. Böyük bərabər 0 olsun. Onda sinus 2x böyük bərabər 2'də 1 yaza bilərik. Sinus 2x 2'də 1'dən böyük olduğu yerlər. Baxın sinus x'in 2'də 1'dən böyük olduğu yer. Sinus x 2'də 1'i harda alır? Biri 30 dərəcədir. Biri isə 150 dərəcədir. Və bundan böyük olduğu yer bunun yuxarı hissəsidir. Baxın bu işarətliyim qövsdür. Onda yaza bilərik pi bölünsün 6 üstə gəl 2 pi n'dən böyük bərabərdir 2x. Kiçik bərabərdir 6'da 5 pi üstə gəl 2 pi n. Bunu hər tərəfini 2'yə bölsək, alarıq pi bölünsün 12 üstə gəl pi n. Kiçik bərabərdir 12'də 5 pi üstə gəlsin pi n. Bu da cavablardan C variantında verilib. Keçid eləyək növbəti 14-cü suala. 14-cü sualda sinus x bölünsün. Deməli qələmin rəngini dəyişim. Sinus x bölünsün pi minus 3 arc kosinus 2x minus 1 kiçik bərabərdir 0 bərabərsizliyini həll edin. Arc kosinus x funksiyası, yəni burada 3x minus 1'dən asılı olmadan arc kosinusun özü alır 0'dan pi'yə kimi qiymətlər almış olur. 0 yazsaq pi alar. Pi də yazsaq mənfi 2 pi. Deməli bu ödənir. Onda burada 2 dənə situasiya, yəni dedim bayaq 2 kimi birdən olar, bir dənə sürəti kiçik 0 götürək. Deməli onda burada 2 dənə hal baş verir. Birincisi sinus x əgər böyük bərabər olsa 0'dan, onda pi minus 3 arc kosinus 3x minus 1 bu kiçik bərabər 0 olmayacaq çünki məxrəcdir, kiçikdir 0 olar. İkinci situasiyada isə sinus x2 var. Bu əgər kiçik bərabərdirsə 0'dan, onda pi minus 3 dənə arc kosinus 3x minus 1 olsun böyükdür 0. Bu 2 dənə həlləri araşdıraq. Baxaq birinci həllə. Birinci həldə deməli buradan yeni səhifə açsam. Sinus x 0'dan böyük bərabər. İkincini bunu biraz da sadələşdirsək. 3 arc kosinusu sağa keçirsəm, hər tərəfi 3'ə bölsək, alarıq. Pi bölünsün 3'dən. Deməli böyük olur arc kosinus 3x minus 1. Eyni zamanda məlumdur ki, arc kosinus 3x minus 1 də kiçik olar pi'dən. Kiçik bərabər pi'dən, bunun ikisini də nəzərə almalıyıq. Yəni həll edək bunu. Sinus x 0'dan böyük bərabər olduğu hissələr vahid çevrə üzərində göstərsək, birinci, ikinci rüblərdir. Yəni, baxın, buradır. Buradan bura kimi. Bunu qırmızı ilə göstərirəm. Digər tərəfdən ikinci həllə baxsaq, bunun hər tərəfini kosinus tutasaq, alarıq kosinus pi bölü 3, yəni 2'də 1 böyük bərabərdir 3x minus 1 almış olarıq.
Elə deyilmi? Burada isə biri sağa keçirsəm 2-də 3 alaram. Alaram 2-də 3 böyük bərabər x. Hər tərəfi burada 3x var idi. Hər tərəfi 3-ə bölsək x kiçik bərabərdir. Alarıq 2-də 1-dən. Digər tərəfdən buranın hər tərəfin kosinüsü tutsaq 3x minus 1 böyükdür. Bərabərdir mənfi 1-dən. Buradan x böyük bərabər 0 almış olarıq. X 0-dan böyük olan hissə lazımdır. Deməli, bizə lazım olan hissədə x 0-dan böyük olmalıdır. Bu şərtini nəzərə saxlamalıyıq. X-in 0-dan böyük olduğu hissələr aydın məsələdir ki, 1-ci 4-cü rübdə x 2-də 1-dən kiçik olmalıdır. Vay. Burada 2x-dir. Biz burada 3x olaraq qeyd eləmişik. Bunu düzəldim. Bura bir dənə 2x-i yazdım. Buralar 2x-dir. Deməli, bu da 2x olmalıdır. Burada 2x olmalıdır. Burada 2x olmalıdır. Onda burasını buradan aşağı silim, yenidən baxaq həmin misala. Deməli, buradan alırıq arc kosinus. Arc kosinus 2x minus 1. 2x minus 1-də artıq olmalıdır. Sağa keçirsək böyükdür. Pi bölünsün 3-dən. Bunu əldə eləsək 2-də 1 böyük olmalıdır 2x minus 1-dən. Sola keçsə 2-də 3 olar. 2-yə bölsək 4-də 3-dən x kiçik olmalıdır. Və eyni zamanda bilirik ki, arc kosinus 2x minus 1 də pi-dən kiçikdir. Hər tərəfi kosinus tutsaq 2x minus 1 böyük bərabərdir mənfi 1, x böyük bərabər 0. Və x 0-dan böyük bərabər 4-də 3-dən kiçik olmalıdır və bir də sinusun 0-dan böyük bərabər olduğu yerlər var idi. Sinus 0-dan böyük bərabər olduğu yerlər bu qırmızı ilə göstərdiyim hissələrdir. Və x-in 0-dan böyük olduğu hissə 4-də 3-dən kiçik olduğu hissələr 0-dan böyük, 4-də 3 dardırsa buradır. 4-də 3-dən kiçik olduğu hissələr, yəni buradır. Buna uyğun həldə elə bunların ikisinin kəsişməsini, yəni buranı götürə bilərik. Buradan aldığımız həll deməli 0-dan böyük, 4-də 3-dən kiçikdir. Keçid edirik ikinci hissəyə. İkinci hissədə arc kosinus 2x minus, burada da bunca da 2 eləyək. 2x minus 1 sağa keçirsək 3-ə bölsək kiçik olar. Pi bölünsün 3-dən. Hər tərəf kosinus tutsaq 2x minus 1 böyükdür 2-də 1-dən. 2x böyükdür 2-də 3-dən. X böyükdür 4-də 3-dən. Eyni zamanda arc kosinus 2x minus 1 aydın məsələdir ki, 0-dan böyük bərabər olur. Hər tərəf kosinus tutsaq 2x minus 1 kiçik bərabərdir 1-dən. X kiçik bərabərdir 2, 1 alarıq. Deməli, x 1-dən kiçik, 4-də 3-dən böyükdür və sinus x də 0-dan böyük, kiçik bərabər olmalıdır. Baxsaq əgər bunların həllər çoxluğuna, x, gəlin belə deyim, x-in yerinə heç həllər çoxluğu lazım deyil. Bunun hər ikisinin ödəniyən kəsişməsi olmalıdır. Buradan almışıq x 4-də 3-dən böyük, 1-dən kiçik. Gəlin 4-də 3-ü burada sinusda yerinə yazaq, görək nə baş verir. Sinus 4-də 3 yazsaq, argument, baxın, söhbət bundan gedir. Yəni 4-də 3 pi-dən, 4-də 3-dən. 4-də 3 burada radiandır. Ədədə vursaq 57 eləyər. Yəni 57-ni 4-də 3-ə vuranda azaltmaq deməkdir. Təqribən tutaq ki, alındı. Misal üçün 40. Yəni sinus 40 dərəcədə nə alır? Müsbət. Amma bizdə nə yazmışıq bura? Mənfi. Və yaxud da 1-i yazsaq. Sinus 1. 1 nə deməkdir? 57 dərəcə. 57 dərəcədə nə alır? Müsbət. Amma bura nə yazmışıq? Mənfi. Deməli, bunların kəsişməsi yoxdur. Onda bizə lazım olan həll elə 0, 4-də 3-dür. Cavab olur burada E variantı. Sonra baxaq 15-ci suala. 15-ci sualda verilib kök altında mənfi kotangens x. Bunu buradan köçürüm. Deməli, kök altında mənfi kotangens x bölünsün kosinus x böyük bərabərdir 0. Bərabərsizliyini həll edin. Aydın məsələdir ki, sürətdəki kotangens x kiçik bərabər 0 olmalıdır. Eyni zamanda bu müsbət olduğuna görə məxrəc də müsbət olmalıdır. Yəni kosinus x böyükdür 0. Bizə bu həllər lazımdır. Yəni bərabərsizliyin bu həllərini tapmalıyıq.
Görək bura haradır? Kosinüs x'in böyük olduğu yer. Əgər kosinüs x böyükdürsə, onda bu kosinüs x bölü sinüs x demək deyilmi? X bərabər 0. Kosinüs müsbətdirsə, onda burada sinüs mənfi olmalıdır. Mən onda bunu çəkib göstərsəm, kosinüsün müsbət olduğu yer, baxın, kosinüsün müsbət olduğu yer bu hissədir. Baxın, bu hissə. Sinusun mənfi olduğu yerlər isə, baxın, bu hissədir. Onda biz bunların kəsişməsini götürsək, yazarıq mənfi pi bölü 2, mənfi pi bölü 2'nin özü burada boş qalır. Niyə? Çünki mənfi pi bölü 2'də məxrəcdəki kosinüs 0 alır. O da ola bilməz. Ona görə bura mənfi pi bölü 2 üstə gəl 2 pi k şəklində yazırıq. Digər tərəf isə buradır. Bura isə 2 pi k'nın özüdür. Yəni 0 üstə gəl 2 pi k deməkdir də. 2 pi k'nın özünü alırmı? Alır. Orada heç bir ziddiyyət yaranmır. Deməli cavab olur burada B variantı. Sonra baxaq 16-cı suala. 16-cı sualda loqaritma 2-dən sinus x üstə gələk loqaritma 2-dən kosinus x böyük bərabərdir mənfi 2. Burada aydın məsələdir ki, loqaritma daxilindəki sinus x böyükdür 0 olmalıdır. Kosinus x böyükdür 0. Bunun hər ikisinin 0'dan böyük olduğu yer birinci rübdür. Deməli bizə həllər birinci rübdə lazımdır. Loqaritma hansına görə yazsaq, olar sinus x vur kosinus x böyük bərabər mənfi 2. Buradan alarıq sinus x vur kosinus x böyük bərabər 2 üstü mənfi 2, yəni 1 bölü 4. Bunun hər tərəfini 2'yə vursaq, alarıq sinus 2x böyükdür bərabərdir mənfi 2'də 1. Əla. Sinus 2x'in, daha doğrusu sinusun mənfi 2'də 1'dən böyük olduğu yerlərə baxaq. Sinus x mənfi 2'də 1 alır mənfi 30 dərəcədən. Mənfi 30 dərəcəni necə yaza bilərik? Mənfi pi bölünsün 6. Eyni zamanda 180 üstə gələk 30, yəni 6'da 7 pi. 6'da 7 pidən də 2 çıxsaq, mənfi 6'da 5 pi şəklində yaza bilərik. Yəni mənfi 150 dərəcədə alır. Bizə lazım olan hissə bundan böyük olan hissələrdir. Böyük olanı da qırmızı ilə göstərsək, baxın buradır. Biz onda bu həlləri yaza bilərik. Mənfi 30'dan, mənfi 30'da mənfi 150 yazılış sizcə doğrudur? Xeyr. Çünki bura kiçik yazılmalıdır, bura böyük yazılmalıdır. Onda mən mənfi 30'un və yaxud da mənfi 150'nin üzərinə bir dənə dövrünü gəlməliyim və yaxud da çıxmalıyım. Gəlin mənfi 150'nin üzərinə dövrünü 2 pini gələk. Onda yaza bilərik biz bunu. Mənfi 30'dan bunun mənfi pi bölünsün. Deməli 6 kimi yazaq. Üzərinə gələk 2 pi n. Bir də mənfi 150'nin də üzərinə 360 gəlsə 210 eləyər. 210'u da biz yaza bilərik 6'da 7 pi. 6'da 7 pi üstə gəl 2 pi n. Bizdə isə burada mənfi daha doğrusu 2x idi. 2x olduğuna görə hər tərəfi 2'yə bölürəm. Olur mənfi pi bölünsün 12 üstə gəl pi n. Bir də 12'də 7 pi üstə gəl pi n. Aha, bu bizim həldir. Biz başda nə demişdik? Sıfırdan böyük olduğu, yəni birinci rübə düşən həllər. Birinci rübə düşməsi üçün də bu sıfırın elə özündən böyük olmalıdır. 0 üstə gəl 2 pi k. 0 üstə gəl 2 pi k. Elə bu eləyər 2 pi k'nın özü. 2 pi k'nın özündən böyük eləyər. Və bir də 12'də 7 pi üstə gələrək pi k şəklində bunu göstərə bilərik. Baxaq görək variantlardan varmı? Burada yanlışımız nədədir? Deməli. Başdan baxsaq. Aha, burada 2'yə vuranda, burada 2'yə vuranda burada müsbət 2'də 1 qalır. Onda mən bu həlləri buradan silim. Deməli düzəltsək, olar belə. Deməli vahid çevrə üzərindən yenidən göstərim. Müsbət 2'də 1'dən böyük olan hissələr müsbət 2'də 1 buradır, yəni 30 dərəcə. Eyni ilə buradır. Burada eləyər 150 dərəcə. Bundan böyük hissə bu qırmızı ilə göstərdiyim hissədir. Qırmızı ilə göstərdiyim hissədir. Onda biz bunu yaza bilərik. Pi bölünsün 6'dan
üstəgəl 2 pi k və digər tərəfdən 6-da 5 pi üstəgəl 2 pi k. Hər tərəfi 2-yə bölsək, pi bölünsün 12 üstəgəlsin pi k. Bir də 12-də 5 pi üstəgəlsin pi k. Bu oldu belə. Bunun hər ikisini də alır. Amma biz demişdik birinci rübə düşən həllər lazımdır. Yəni birinci rübə düşsün. Onda bizə bunun mənfi hissəsi lazım deyil. Yəni baxın bu hissə bizə lazım deyil. Onda biz bunu yaza bilərik. Yenidən pi böl 12 üstəgəlsin pi k-dan. Deməli 12-də 5 pi üstəgəlsin pi k. Bu şəkildə. Daha doğrusu bunu 2 pi k edirəm. İndi səbəbini izah edəcəm niyə. Biz yazdığımız həllə uyğun çevrəni qursaq, yəni söhbət bundan gedir. Buna uyğun çevrəni qursaq, baxın, pi bölünsün 12 haradır? Pi bölünsün 12 buradır. Bunu göstərin buradan. Bura olsun pi bölünsün 12. Və digər tərəfdən 12-də 5 pi haradır? 12-də 5 pi də buradır. 12-də 5 pi də buradır. Bizə lazım olan hissə budur. Birinci rübə düşən. Bax, bircə dənə bu. Təzədən 360 dövrə eləməlidir. Təzədən gəlib düşməlidir ora. Amma biz burada pi k yazmışdıq. O 2x, daha doğrusu 2-yə böləndən sonra yaranandır. Orada pi k olması o deməkdir ki, bunun 3-cü rübdə həlli ki var. Bax, yəni bu hissə oranı da götürmüşük. Deməli, oranı götürmək lazım deyil. Ona görə dövrü 2 dəfə çoxaldırıq. Cavab eləyir D variantı. Yəqin ki, aydın oldu. Sonra baxaq 17-ci suala. 17-ci sualda verib funksiya şəklində. Funksiya belədir. Deməli, f2, bunu ayırın buradan. f2 bərabərdir. 5 bölünsün 2 minus 3 üstə gəlir kök altında arq kosinus x minus 2. Funksiyasının təyin oblastını tapın. Aydın məsələdir ki, burada x fərqlidir 3-dən. Niyə? Çünki məxrəc yəni 0 ola bilməz. Onda digər tərəfdən buradakı arq kosinus x minus 2 var. Bu böyükdür və bərabərdir 0 olmalıdır. 0-dan böyük bərabərdirsə, aydın məsələdir ki, arq kosinus, onu da buradan yazaq, arq kosinus x minus 2 pi-dən də kiçik bərabər olmalıdır. Birincini bunu hər tərəf kosinus tutasaq, x minus 2 kiçik bərabər kosinus 0 alır. Daha doğrusu kosinus 0 dərəcədə 1 alır. Buradan x kiçik bərabər 3 alırıq. Biz də dedik 3-ə bərabər deyil, onda x kiçikdir 3 yaza bilərik. Digər tərəfdən bunu kosinus tutasaq, alarıq x minus 2 böyükdür bərabər kosinus pi-dən mənfi 1 alır. Bunu da sağa keçirsək, x böyük bərabərdir 1 alır. Deməli, bir həllimiz bu, biri də bu. Bunun hər ikisində bir dənə çoxluqda biz belə yaza bilərik. Müsbət 1, müsbət 1-dən böyük, 3-dən kiçik. Cavab olar B variantı. Baxaq 18-ci suala. Deməli, 18. Qələmin də rəngini dəyişim. Modulda sinus x böyük bərabərdir. Sinus x üstə gəl kök 3. Bərabərsizliyinin birinci dördüncü rüblərdə, yəni mənfi pi böl 2, müsbət pi böl 2 parçasındakı həllini tap. Deməli, bunu necə həll edə bilərik? Gəlin, modulda sinus x-ə, daha doğrusu elə etməyək. Sinus x təsəvvür edək ki, birinci 2 dənə şərt verək. Deyək ki, birinci, əgər sinus x 0-dan böyükdür. Bu olsun birinci. Sinus x əgər 0-dan böyükdürsə, bu olduğu kimi çıxar. Onlar sinus x böyük bərabərdir. Sinus x üstəgəl kök 3. Sinus x-ləri silsək, alarıq 0 böyük bərabər kök 3. Belə bir eynilik ola bilərmi? Xeyr. Onda deməli sinus x kiçikdir 0-dan. Sinus x aydın məsələdir ki, 0-a bərabər olsa da yenə eynilik olmur. Kiçikdirsə 0-dan, onda mənfi sinus x böyük bərabərdir. Sinus x üstəgəl kök 3 olar. Köksü sola keçirsək, alarıq mənfi kök 3 böyük bərabərdir 2 dənə sinus x. Hər tərəf 2-yə bölsək, alarıq sinus x kiçik bərabərdir mənfi kök 3 bölünsün 2. Gəlin birinci və birinci dördüncü rüblərdəki bu həllə baxaq. Vahid çevrə üzərindən həmin hissəni göstərsəm, deməli,
mənfi kök 3 bölü 2'ni alır mənfi 60 dərəcədə. Mənfi 60 dərəcə. Eyni zamanda alır 180 üstəgəl 60, yəni 240 dərəcədə. Bizə lazımdır bundan kiçik həllər. Yəni baxın bu hissə. Söhbət bundan gedir. Və bizdə şərtdə vermişdi ki, mənfi pi bölü 2. Yəni bax burada mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə kimi olan parçadakı həll. Yəni bax bu hissə. Bu qara ilə də qırmızının kəsişməsi, qara ilə təbii ki bu 60-ı da alırdı. Mənfi pi bölü 2-də şərtdə verib alır. Bunların da kəsişməsi olar mənfi pi bölü 2-dən elə mənfi pi bölü 3-ə kimi. Mənfi pi bölü 3-ə kimi. Bunun hər ikisini alır. Demək 18-də də cavab oldu B variantı. Sonra baxaq 19-cu suala. 19. Artıq sonuna çıxırıq. Kosinüs x. Kosinüs x-i biz yaza bilərikmi? 2 dənə kosinusun kvadratı x bölü 2 minus 1. Çıx 3 dənə kosinus x bölünsün 2. Çıx 1 kiçik bərabərdir 0. Sadələşdirmələr aparsaq 2 kosinus kvadratı x bölü 2. Yazıram x bölü 2. Çıx 3 dənə kosinus x bölü 2. Çıx 2 kiçik bərabər 0. Kənardan kosinus x bölünsün 2-yə bir dənə t desəm, alarıq 2 dənə t kvadratı minus 3 dənə t çıx 2 kiçik bərabər 0. Diskriminant hesablasaq, yəni köklər tapsaq 9 çıx 4 AC 8 16 yəni 25. Buradan t'nin biri 3 üstəgəl 5 bölünsün 4 yəni 2-dir. Digəri isə 3 çıx 5 mənfi 2 yəni mənfi 2-də 1 almış olarıq. Bizə lazım olan hissə mənfi 2-də 1-dən 2 kimidir. Yəni kosinus x bölünsün 2 kiçikdir, bərabərdir 2 olmalıdır. Böyük bərabər mənfi 2-də 1 şərtini ödəməlidir. Aydın məsələdir ki, kosinus x bölünsün 2 2-dən kiçikdir. Yəni x-ə nə versək də o həmişə 2-dən kiçik olur. Onda bizə lazım olan hissə, yəni bu hissədir. Kosinusun mənfi 2-də 1-dən böyük olduğu hissələr. Bunu vahid çevrə üzərində göstərsəm, kosinus mənfi 2-də 1-i alır. Biri 180 çıx 60, yəni 120 dərəcədə. Yaza bilərəm 3-də 2 pi. Digəri isə 180 üstə gələk 60, yəni 240 dərəcədə. 240 dərəcəni isə yaza bilərik 3-dən 4 pi. Bizə lazımdır kosinusun bundan böyük olduğu hissələr. Həmin hissəni qara ilə göstərsəm, baxın söhbət bundan gedir. Buradan gedir. Biz həmin hissəni nətər göstərə bilərik? 3-də 4 pi-dən 3-də 4 pi üstə gəl 2 pi k. Oradan 3-də 2 pi-yə kimi üstə gəl 2 pi k. Bu şəkildə yazılış doğru deyil. Çünki burada kiçik durmalıdır, burada böyük. Onda biz 3-də 4 pi-dən bir dənə 2 pi çıxsaq, alarıq mənfi 3-də 2 pi. Mənfi 3-də 2 pi. Mənfi 3-də 2 pi. Üstə gələk 2 pi k. Alarıq buradan böyük bərabərdir. X bölü 2-ni də yazın bura. X bölünsün 2. Bu da kiçikdir. 3-də 2 pi olduğu kimi qalsın. Üstə gəl 2 pi k. Hər tərəfi 2-yə vursaq alarıq mənfi 3-də 4 pi. Üstə gəl 4 dənə pi k. Kiçik bərabərdir 2. Kiçik bərabərdir 3-də 4 dənə pi. Üstə gəl 2 pi k. Bu isə C variantında verilibdir. Baxaq sonuncu 20-ci suala. 20-ci sualda mənfi kotangens kubunu sağa keçirsək, alarıq kotangensin kubu x üstə gəl kotangens x kiçikdir 0. Kotangens x-i mötərizə xaricinə çıxarsaq, alarıq kotangensin kvadratı x üstə gələk 1 kiçikdir 0. Aydın məsələdir ki, kotangensin kvadratı x üstə gəl 1 x-in istənilən qiymətində, yəni təyin oblastının hər bir qiymətində müsbətdir. Yəni bura həmişə müsbətdir. Ta ki kotangensin təyin oblastına daxil olsun. Bu tərəfdə isə deməli onda kotangens x kiçikdir 0 bərabərsizliyi doğru olmalıdır. Deməli kotangens x-in 0-dan kiçik olduğu hissələrə baxaq. Kotangens x-in 0-dan kiçik olduğu hissələr. Bunu vahid çevrə üzərində göstərsək, biri aydın məsələdir ki, bu
pi bölünsün 2-dən, pi bölünsün 2-dən. Buranı deməli yaza bilərik pi bölünsün 2, bura pi. Aydın məsələdir ki, kotangens pi-də təyin olunmuyor. Onda bunun içini boş saxlaya bilərik. Digər tərəfdən də bərabərlik olmadığına görə kotangens pi bölü 2-də 0 alır. Onda mən bunun içini də boş saxlayıram. Və eyni ilə buranı da yaza bilərik. Kotangensin mənfi olduğu hissələr buradır. Buna simmetrik olan qövs biri də burada var. Onda mən həllərdən birini yazıb digərinin üzərinə pika gəlməklə ala bilərik də. Yəni pi bölü 2-nin üzərinə bir dənə pika gələrəm. Gəlib düşər 2-də 3 piyə. Buradan bir də pi var. Pi'nin üzərinə də pika gələrəm. O da gəlib düşər ona simmetrik olan həllə. Yəni bura 2 piyə. Və bunun heç birində almır. Baxsaq variantlara A variantında verilib. Belə. Mövzunu burada yekunlaşdırıram. Videoya deməli çoxlu şərhlər yazmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.